Önceki tur. Geçin. Xəbər verdiyimiz kimi bir neçə gündür Kür çayının Qazax rayonu Aşağı Sarahlı kəndi ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb. Nəticədə çay öz məcrasından çıxaraq yaxınlıqda yerləşən örüş, əkin və biçənək sahələrini basıb. Bununla bağlı Qərb Xəbərin çəkiliş qrupu yenidən əraziyə gedərək hadisə yerini lentə alıb. Yerli sakinlərin dediyinə görə 100 hektardan çox əkin-biçin sahəsi su altında qalıb. Kənd sakinlərinə, yerli fermerlərə külli miqdarda ziyan dəyib. Sakinlər bu halın hər il təkrar olunduğunu, məsələnin bir dəfəlik həlli üçün aidiyyəti qurumların çayın ətrafında əsaslı şəkildə bənd möhkəmləndirmə işlərinin aparılmasının zərurliyini qeyd etdilər. Bu yağış yağdı atam. Yağış yağandan sonra bu Kür sahəsi qalıqdı. Bizim mal örüşlərimizə ziyan verdi. Torpaq sahələrimizə ziyan verib. Yəni cəmiyyətin biçin sahələrinə ziyan verir. Kür məcrasından çıxıbmı? Bəli. Neçə hektar əraziyə yayılıbdır? Təxmini hardasa bizim Aşağı Salahalının sahəsinə 100 hektardan artıq su basıbdır. Həmin ərazilərdə nə var? Yəni hansı torpaq altında? Biçin, yəni ot sahələrimizi batırıbdır. Örüş sahələrində? Bəli. Örüş sahələrimizi də batırıb, yəni malımızın örüş sahələrini də batırıb, biçin sahələrimizi də batırıb. Hardasa bir 3-4 gündür sahələrimizi Kür yəni basıbdır. Keçən il də belə olubdu, bir il də belə olubdu. Atam, onu mən bilmirəm. Yağışdan bağlı. Onu yağış yuxarılara Gürcistan zonasına yağdı, bu Kürdə qalıqdı. Yəni 3-4 gündür daşıbdı. Yəni selin suların daşması nəticəsində, yağışların nəticəsində. Yəni otaraq sahələrimiz suyun altında, biçin sahələrimiz suyun altında. Yəni keçən ildə daşdı, taxıl sahələrimiz 20 hektara yaxın sahəmiz suyun altında qaldı. Yəni gördüyünüz kimi mallarımız rəmələrdə, təpələrdə otlayır. Yəni otaraq sahələrimiz suyun altında qaldı. Əkin də var, örüş də var, biçin sahələr də var. Yəni bütün sahələrimiz yəni suyun altında qalıb. Ən çox da yəni Aşağı Salahalının sahəsi. Ən çox biçin və otaraq üçün istifadə edirdik. Yəni o da suyun altında qaldı. Keçən il əkin sahəsi etdik. Kürün altında qaldı, yəni məhsul götürə bilmədik. 20 hektara yaxın taxıl sahəmiz suyun altında qaldı. Bu il əkin etmədik, yəni kürün daşmasına görə. Yəni biçin sahələri etdik, o da suyun altında qaldı, yəni ziyanlıq vurdu. Yəni otarağa görə çətinlik çəkirik. Yəni otumuz yox, damda saxlayaq, yəni rəmələrdə əziyyət çəkirik. Dəmiyə ərazisində otaraq, yəni kür qırağında otarmalıyıq, öz otaraq sahəmizdə. Yəni kür daşdığına görə dəmiyə ərazisində otarırıq.